Açmışam, başladım, bəli. Deməli, Franklar, şairlər, biz öyrənirik indi Frank dövlətini. Bu Qərbi Roma imperiyasından danışdıq sizdən 476-cı ildə və dedik ki, 476-da Qərbi Roma süqut etdikdən sonra onun ərazisində yaşayan tayfalar artıq dövlətin tabelindən çıxdılar. Öz tayfaları, hərəsi öz tayfalarında tayfa halında yaşamağa davam edirlər. Bu tayfalardan biri də Franklar idi. Müslümanlar, Vandallar, Oskotlar, Veskotlar bunlar haqqında sizdən danışmışdıq. Qərbi Roma süqutunda xatırlayırsınızsa və orada demək xalqların böyük köçündə həmin bu tayfalar öz Hunların təsiri ilə Roma ərazisinə sıxışmışdılar, gəlmişdilər. Və bəhs etdiyimiz dövrdə bunlar hələ harda? İbtidai halında yaşayırlar həmin bu tayfalar. Və bu dünya tarixində 3 xalq var ki, onların bir də Franklardır. İbtidai birbaşa feodalizm münasibətini keçmişdi. Və hələ də ibtidai yaşayırlar. Əsas məşğuliyyətləri maldarlıq idi. Və burada deyir ki, bütün məsələlər xalq yığıncağında həll olunurdu Franklarda. Yəni hələ dövlət və dövlət qurumları heç bir şey yoxdur. Sadəcə xalq yığıncağında tayfalar halında yaşayan tayfalar, adi ibtidai halında yaşayan tayfalardır. Bunlar vəhşi barbar tayfalar adlanır. Çünki çöl həyatı yaşayırdılar. İbtidai halında fəaliyyət göstərirdilər və Roma tənəzzül etdirsə, Qərbi Roma süqut etdikdən sonra həmin tayfaların həyatında yeni bir dövr başlayır. Onların yolları açılmış oldu. Artıq bundan sonra Avropada Roma dövrü başladı. Düşünün, Roma dövrü nə vaxtdan? Eradan əvvəl 753-dən başlayır. Roma imperiyası, Roma ümumiyyətlə dövlətinin tarixi Eradan 750-dən başlayır padşahlıq olaraq. Və bizim eranın 5-ci əsrindədir ki, Qərbi Roma dağıldıqdan sonra Avropanın tarixində Roma ilə bağlı məsələlər bitdi. Və bundan sonra orada aparıcı rol oynayır kimlər? Germanlar, yəni Franklar. Bizim indi bildiyimiz Frank tayfaları. Gördüyümüz xəritə. Əvvəlcə sizə xəritəni qısa bir xatırladım, sonra keçirəm. Burada baxaq. Bax, bu gördüyümüz hissə Aralıq dənizini görürük, düzdürmü? Bax, bu Aralıq dənizi. Buradan başlayır hara qədər? Bax, bu hissə hamısı Aralıq dənizi gəlir. Aralıq dənizində ən çox tanıyacağımız, ən rahat tanıyacağımız bura İtaliyadır, Roma ərazisi. Uzunboğaz çəkmə, Sapaşkiyə oxşayan ərazi. Bura Yunanistandır. Yunanistandır. 395-dən sonra, 395-dən bu ərazi düşmüşdü Şərqi Roma, Bizansın ərazisi idi. Sonra Siciliya, Sardiniya, Korsika adaları. Bunları biz Roma dərsində demişdik. Karfagen-Pun müharibəsində. Sonra Veskot krallığı dediyimiz ərazi buradan 711-də ərəblərin gəlib tutduğu ərazi İspaniya ərazisidir. Bax, bura İspaniyadır. Kitab gözünüzün qarşısındakı, yanınızdakı kitaba da həmin ərazini qeyd edə bilərsiniz. Bu ərazi bura Şimali Afrika ərazisidir. Şimali Afrika ərazisidir. Bəli. Sonra buradan da İspaniya bu tərəfə doğru gəldikdə 732-ci ildə Fatih döyüşünün baş verdiyi təxmini ərazilərdən biridir və həmin ərazidir. Burada da Frankların yaşadığı ərazidir. Gördünüz mü? Frank yazılır. Düzdür? Frankların yaşadığı ərazi. Deməli, bu Roma imperiyası, Qərbi Roma imperiyası dağıldıqdan sonra onun bu gördüyünüz bu böyük ərazi hamısı onun ərazisi. Düzdür? Qərbi Roman ərazisidir. Afrikanın şimalı vardı, İtaliya ərazisi vardı, Fransanın bir hissəsi vardı onun tabeliyində. Bu ərazilər Qərbi Roman tabeliyindədir. Və burada yaşayan xalqlar artıq ayrıca bir tayfa ittifaqı halında, hərəsi ayrı-ayrı məşğuldurlar, yaşayırlar. Burada kimi var? Oskotlar, Veskotlar, Anglo-Sakslar, o Britaniya. Burada Britaniyadan, Fransadan yuxarıda, bura İngiltərə ərazisindədir. Afrikanın şimal şərqində Vandal krallığı var. Qalliyada Fransara. Qalliya şahidlər təxminən buralardadır. Bax, bu ərazi. Təxminən. Bax, bu ərazi təxminən Qalliya vilayəti buralardadır. Atilla gəlmiş daha Roma 451-ci Katalan döyüşündə Qalliya ərazisində. Təxminən həmin ərazilər burada, Qalliya vilayəti. Bunlar German tayfalarıdır. Onların xüsusiyyətləri. German tayfalarına bu dövrdə rəhbərlik eləyir kim? Xlodvig adlı bir sərkərdə. Belə deyək. Xlodvig həmin bu German tayfalarını rəhbərlik eləyir. Gördünüz Xlodvig. O neynədi? 486-cı ildə Qalliyaya hücum etdi. Qalliya ərazisi bayaq sizə göstərdim. İtaliyanın yuxarısında. Qalliya ərazisinə yürüş eləyir
Və burada da Qalliya ərazisini idarə edir kim? Keçmiş Roma canişini idarə edir. Və niyə belə deyirsiniz şagirdlər? Çünki axı biz Qəbi Roma imperiyası dağıldıqdan sonraki hadisələri danışırıq və həmin ərazilər də Qəbi Roma imperiyasının tabeliyindədir. Dövlət dağılsa da belə ərazini əvvəllər Romaya tabe olan canişinlər idarə edirlər. Canişinlər qalıb da yerində. Dövlət dağılsa da belə o adam yerindədir. Və Xlodvig nədir? German tayfalarının rəhbəri olan Xlodvig Suason döyüşündə 486 Suason döyüşündə keçmiş Roma canişinin qüvvələrini məğlub elədi. Və Qalliyanın bir hissəsini tutdu. Tutduqdan sonra təxminən 5-ci əsrin sonu deyir və yaxud da bəzi mənbələrdə ola bilər siz bu ifadəni də görə bilərsiniz rəqəmi. Təxminən 500-cü ildə Xlodvig nədir? Özünə dövlət qurdu. Həmin dövlət adlanır Frank dövləti. Krallıq və imperiya demirik hələ. Frank dövləti deyirik. Dövlət yarandı. Əhatə edirdi Fransa ərazisini və Almaniyanın bir hissəsi onun tabeliyində idi. Aydındırmı? Qəbi Roma imperiyasının süqutundan sonra bu ərazidə yaranmış uzun ömürlü dövlət hesab olunur. Axı bizdə ki Roma Germanlar başlayırlar. Germanların da qurduğu dövlət burada hansı dövlətdir? Frank dövləti. Bəli. Baxaq, Xlodvigin hakimiyyət dövrü. O, xristianlığı yaymışdı. Bunu biz Azərbaycan tarixində deyik, Hülakülər dövründə Qazan xanla bağlıdır. Orada Qazan xan İslam dini qəbul etmişdi. Bu isə xristianlığı qəbul etmişdi. Yeni bir din qəbul etmişdilər. Burada məqsəd bu idi. Yerli əhalinin, ruhanilərin rəğbətini, dəstəyini qazanmaq idi və qazandı da. Sonra gələcəkdir ki, fransız xalqının yaranması, formalaşmasının başlanğıcı olmuşdu bu hadisə. Burada hakimiyyəti möhkəmləndirdi. Ölkəni vilayətlərə bölürdü. Vilayətləri qraflar idarə edirdilər. Qraflar eyni zamanda məhkəmə işlərinə baxırdılar. Qraflar bizim bildiyimiz Sasanilər dövründə dediyimiz canişinlərdir. İlk qanunlar toplusu yarandı 6-cı əsrdə. Həmin bu qanunlar toplusu Latın dilində tərtib olunmuşdu. Frankların qədim adət-ənənəsi əsasında hazırlanmışdı və Roma hüququna əsaslanırdı. Yəni əsas mənbələr, ana mənbələr bunlar idi. Roma hüququ demişdik, xatırlayırsınız, Roma Respublika quruluşunda 5-ci əsr, əvvəl 5-ci əsrdə Romada yazılı qanunlar çıxmışdı ortaya. Həmin Roma hüququ qədim Frankların adət-ənənələri əsasında hazırlanmışdı və Latın dilində tərtib olunmuşdu. Bütün bunlar hamısı baş vermiş kimin dövründə? Xlodvigin hakimiyyət dövründə. Frank qanunları 6-cı əsrdə hazırlanmış qayda qanunlardır. Və bu sonradan 9-cu əsrə qədər neyləmişdi? Davam etmişdi bu qanunlar. Baxırıq. Burada şahidlər Qalliyaya yürüşü oxşar veribdir. Qalliyaya yürüş. Kimlər arasında? Julius Caesar demişdik eradan əvvəl. 49-da demişdik. Eradan əvvəl 49-da demişdik. Atilla'nın yürüyüşü 451 idi. Katalan döyüşü. Xlodvigdə nə vaxt idi? 486-da Suasson döyüşü idi. Bunlar nədir? Oxşar cəhətdir. Qalliyaya yürüş edənlər. Baş məmur Karl Martel. Karl Martel. Bu adam kimdir? İndi deyəcəm, görəcəksiniz. Tanışlayacaq sizə. Karl Martel. Baş məmur. Bax, nə yazıbdır? Məmur. Hökümdar deyil ha bu adam. Sizi çaşdırmaq üçün yaza bilər. Hökümdar Karl Martelin dövründə. Xeyr, baş məmurdur. Dövləti hökümdar adından idarə edir bu şəxs. 8-ci əsrin birinci yarısında Frank dövlətini idarə edirdi. Kralın adından dövləti idarə edən şəxsdir. Nə etmişdi? Hərbi islahat keçirmişdi. Zirehli atlardan ibarət olan süvari qoşun qurmuşdu. Bu ərəb nümunəsində, ərəb ordusu nümunəsində eləmişdi bunu. Ərəblərə baxaraq. 732 Poitiers döyüşü, bizim biraz əvvəl dediyimiz ərəblərə dediyimiz Poitiers döyüşü, həmin döyüşdür. Bu zaman Franklara rəhbərliyi Karl Martel həyata keçirirdi və ərəbləri məğlub edir, onların Avropada irəliləməsinin qarşısını almışdı. Bu yeni bilgi deyil, təkrar idi. Bunu dedik sizə. Keçirik. Əsas məsələmiz, əsas danışacağımız şeylər burada kimin dövrüdür? Böyük Karlın hakimiyyət dövrüdür. Diqqətli oluruz burada. Böyük Karlın hakimiyyət dövrü 768-814-cü illərdə hakimiyyətdə olmuşdu. Bu adamın gördüyü tədbirlər nədən ibarətdir? Ən qüdrətli hökümdarıdır. Frank imperiyasının. Onun dövründə kəndlilər ordudan uzaqlaşdırıldı. Birinci tədbir buradan gəlir. Çünki kəndli orduya gedirdi, təsərrüfatı boş qalırdı.
geri qayıdır ki, təsərrüfat dağılmış vəziyyət gördü. Bu da ölkədə acılığa səbəb oldu. Bunu kəndləri oradan çıxartdı. Bir də kəndli silah-sursat, yaraq-yasaq almaqda çətinlik çəkirdi, çıxartdı. Əvəzində öz yaxın adamlarına və hərbçilərə torpaq sahəsi payladı. Bunun nəticəsində deyir, bax, kəndli uzaqlaşdırıldı, qohumlarına və Frank əyanlarına torpaqlar payladı ki, onlar da nə edirlər? Bunun hesabına özünü silahlandıra bilirdilər. Süvari qoşun yığa bilirdilər. Nəticədə bu torpaqlar əvvəllər şərti olaraq verilirdi, amma sonradan nəyə çevrildi? Daimi mülklərə çevrildi. Yəni dövlət zəiflədikcə həmin bu şərt torpaq sahibləri ona verilən torpaqları irsən ötürməyə başladılar ki, bu da nəyə gətirib çıxartdı? Dövlətin zəifləməsi gətirib çıxaracaq. Tamam, çıxa bilərsən. İndi bunu bitirim, yazacağım qrupa. Qeydini göndərəcəm. Necə oldu nəticə? Dövlət zəiflədi bunun nəticəsində. Sonra Böyük Karlın gördüyü digər məsələlər nə elədi? Süvari ordu yaratmışdı. Və bunun nəsə yürüşə başladı. Ərəblərlə müharibə apardı. Harada? İspaniyada. Şahidlər, buna diqqət edirsiniz, soruşacaq. Toplumda var, sualda bunu. Diqqətli olun. Ərəblərin mübarizə aparması. Kiçik bir hissəsini, İspaniya kiçik bir ərazisini ələ keçirmişdi. Orada xristianlıq yaydı. Sonra uzun sürən müharibə nəticəsində Saks tayfalarını tabe etdi. Avar xaqanlığına qarşı mübarizə apardı. Avarlar məğlub eləmişdi. Sonra İtaliyaya yürüş eləyəcək Rom papasının çağırışı ilə. İtaliyaya yürüş eləyəcək. Rom papası German tayfalarla mübarizə aparmaqda çətinlik çəkirdi və yürüş elədi, neynədi? Onları məğlub etdi. Bunun nəticəsində Rom papası Böyük Karlı neçənci ildə? 800-cü ildə. 800-cü dəvət elədi, onun başına tac qoydu. Nəticədə Roma dövlət, daha doğrusu Frank dövləti, bununla da Frank imperiyası adlandı. Çünki onu imperator elan etmiş Roma papası. Aydındır mı? Və beləliklə deyir ki, Romadan sonra, Qərb Romadan sonra ilk dəfə olaraq Qərbi Avropanın böyük bir hissəsi onun tabeliyində yenidən birləşdirildi. Hansı dövlətdən söhbət gedir? Frank dövlətindən, artıq imperiyasından söhbət gedir burada. Böyük Karlın dövründə Bizans və ərəblərlə diplomatik əlaqələr, bu da var. Testlərdə var, soruşacaq sizdən, diqqətli olursunuz burada. Böyük Karlın vəfatından sonra dövlət, imperiya parçalanır. Onun davamçıları əvvəlki gücünü qoruyub saxlaya bilmədilər. Nəticədə 843-cü ildə Verden müqaviləsinə əsasən dövlət parçalandı. Verden müqaviləsi yazıbdı 843-cü ildə. Dövlət üç hissəyə parçalandı. Hansı dövlətlər yarandı yerində? İndiki müasir Fransa, Almaniya və İtaliya dövlətləri yaranmış oldu. Bu dövlətlərdən də hər biri kiçik feodal hakimliklərə bölünmüşdü. Bu dövlətlərdə. Onlar da həmin dövr adlanır Avropada feodal dağınıqlığı dövrü. Azərbaycan tarixi ilə oxşar cəhətdir. Niyə oxşar cəhətdir? Çünki bizdə də 91-ci əsrlərdə müstəqil feodal dövlətlər yarandı. Ərəblərin zəifləməsi nəticəsində Şirvanşah, Sadisələr, Rəvvadi və Şəddad dövlətlərimiz yarancaq oxşar cəhətimizdir. Feodal dağınıqlıq və ya siyasi dağınıqlıq deyə bilirsiniz. Aydındır mı? Keçin əraziyə baxırsınız. Bura Kordova 8-ci əsrdə ərəblərin tabeliyindən çıxmışdı Kordova. 8-ci əsrdə. Burada isə Fransa ərazisidir. Burada İtaliyadır və şərqdə isə Almaniya ərazisidir. Frank imperiyasının yaranmasında yaranmış dövlətlərdir bunlar. İndi bu dövlətlərə qısa olaraq bir nə edəcək? Nəzər salacaq. Deyir ki, Verden müqaviləsindən sonra mərkəzi hakimiyyət zəiflədi və yerində nə yarandı? Avropada feodal dağınıqlıq dövrü yaranmış oldu 9-cu 11-ci əsrlərdə. Fransaya baxırıq. Fransa feodal dağınıqlığı yaşayırdı. Kral hakimiyyəti zəif idi. Sadəcə iki əraziyə, Paris və Orlean şəhərləri nəzarət edirdi. Bu isə kral hakimiyyətinin zəif olduğunu göstərirdi. Və
10-cu əsrin sonlarında 987-ci ildə Kapetinglər sülaləsi gəlmişdi hakimiyyətə. Almaniya əvvəlcə xırda iri feodal mülklərə bölünmüşdü. Daha sonra isə 5 Alman hersoqluğunun birləşməsi nəticəsində vahid Alman krallığı yarandı. Qonşu Macar xalqlarının yürüşləri Almaniyaçı hersoqları neynədi? Onları birləşməyə məcbur etdi. Nəticədə Alman krallığı yaranmış oldu. Vahid dövlət şəklində və onun nümayəndəsi olan 1-ci Otto 962-ci ildə Roma papasının çağırışı ilə Romaya getdi. Nəyə görə? Roma papası yerli feodallara qarşı mübarizə aparmaqda ondan kömək istədi. Deməli, Böyük Karol German tayfalarına qarşı kömək etmək üçün, 1-ci Otto isə yerli feodallara qarşı kömək etmək üçün papanın yanına gəlmiş, köməyinə gəlmişdi. Və nəticədə 962-ci ildə o Romaya gəldi, Roma imperatoru elan etdi. Bununla da qurduğu dövləti adlandırdı Müqəddəs Roma imperiyası. Yəni Müqəddəs Roma imperiyası bərabərdir nəyə? Almaniyaya bərabərdir. Almaniya dövlətinə aiddir. Bəzən Roma ifadəsini görüb biz yoldaşlar, şahidlər gedirlər əvvəlki Roma tarixinə çıxıb getməyə, onunla oxşarlaşmağa çalışırlar. Amma xatırlayaq ki, İtaliyanın şimalını bilirsiniz özünə tabe etmişdi və Romaya qədər gəlib çıxdıqdan sonra Müqəddəs Roma imperiyası adlandırmışdı özünü. 1806-ya qədər davam eləmişdi ta ki Napolyon Berlinə gələnə qədər 1806-cı il, onu orada deyəcək. İtaliya 9-11-ci əsrlərdə baxaq vəziyyət nədir? İtaliyada siyasi dağınıqlıq var, şahidlər. Digərlərinə Fransada feodal dağınıqlığı da bu o deməkdir ki, kral hakimiyyəti zəifdir və iri hersoqlar öz ərazilərini sərbəst idarə edirlər. Kralı tanıyırlar, ona tabiçini bildirirlər, amma öz ərazilərini sərbəstdirlər bu adamlar. Amma siyasi dağınıqlıqda isə İtaliyada məsələn siyasi dağınıqlıq deyirik. Burada müstəqil şəhər dövlətləri yaranıbdır. Yəni o hersoqlar, qraflar, yəni şəhərləri idarə edən şəxslər öz ərazilərində sərbəst dövlət qurublar. Hər bir şəhər ayrıca bir müstəqil dövlətdir. Buna deyirlər dövlət içində dövlət, yəni siyasi dağınıqlıq. Gələk Vikinglər kimlərdir? Vikinglər şahidlər Avropada yaşayan tayfalardır. Əsasən Skandinaviya arasında yaşayırlar Vikinglər. Deməli, onlar dövrün ən yaxşı gəmi düzəldənləri hesab olunurdu. Biz qədim dünya tarixində də xatırlasaq, demişdik, Kritlər demişdik o formada, həm də Finikiyalılar. Və qənimət ələ keçirirlər. Qarətlər yolu ilə ətraf əraziləri soyub talib qarət ələ keçirirlər. Onlar 9-11-ci əsrlərdə böyük yürüşlər var Avropada. Getdiyiniz əraziləri hər yeri dağıdıb tökürlər. Təxminən 1000-ci ildə Amerikaya gedib çıxmışdılar onlar. Şimali Amerikaya gedib çıxmışdılar. Amma iqlim dəyişikliyi ilə, yəni Vikinglər əkinçiliyə keçdikdən sonra, onlar da əkinçi yarandıqdan sonra nə etdilər? Artıq yürüşləri dayandırıldı. Talançı yürüşləri və tədricən onlar oturaq həyata keçməyə başladılar. Bu bizim Franklar. Feodal burada şahidlər. Bu məsələ cədvələ diqqət eləyərsiniz. Burada nədir məsələ? Deyir ki, birinci feodal dağılıq məsələsi deyir. Birinci yerdə krallar deyir. Krallar baxın, onlar dövlətin başçısıdır. Ümumi rəhbərdir. Amma o feodal dağılıq dövründə özündən aşağıdan hersoq-qraflar, baronlara, ondan da aşağıda isə var, cəngavərlər. Bu formada onlara müraciət edərək öz ordusunu təmin edir. Yəni bir növ belə ki, onların fəaliyyətinə asılıdır müəyyən mənada. İri feodallar isə onlar böyük mülklərə malik idi. Onlara xırda feodal mülklərinə parçalanırdı. Sahibkar, yəni iri feodallar senyor adlanır. Orta xırda feodallar isə onun vassalı, yəni onun tabeçiliyində olan şəxslər adlanır. Senyor tabe edəndir, vassal tabe olandır. Ən kiçik aşağıda mərtəbədə cəngavərlər dayanır. Cəngavərlərin tabeçiliyində olan feodallar yoxdur. Cəngavər ən aşağı feodal qrupu sayılır. Kəndlilər isə, kəndlilər aydın məsələdir. Bu feodal dağınıqlığına ən çox əziyyət çəkən kəndlilərdir. Çünki onların təsərrüfatı dağılır. Hər şey onların ərazisində baş verir. Vergini ödəyən də bunlardır, qul halına salınan da bunlardır.
Avropada bildirmişdik, xatırlayırsa feodallar daha çox kəndlilər, daha çox hansı haldadılar? Təhkimli halında yaşayırdılar. Azərbaycandakı feodal münasibətlərin Avropadan fərqli cəhətləridir. Bizans imperiyası. Bizans imperiyası. Baxaq. 395-ci ildə Roma imperiyasının parçalanması ilə artıq qədim Roma imperiyası bitdi 395-dən sonra. Bu ildən sonra artıq heç bir yerdə Roma imperiyası sözünü görməzsiniz. İfadə yanlış olacaq. Ya Qərbi Roma deyəcək, ya da Şərqi Roma deyəcək. Bunu əvvəl demişdik. Şərqi Roma Bizans adlanırdı eyni zamanda. Baxın, əraziyə baxın. Yunanistan ərazisi, yəni Balkan yarımadası, Kiçik Asiyanın bir hissəsi daxildir. Görürsünüzmü? Bunlar hamısı kimdir? Şərqi Roma, Bizansın əraziləridir. Bizans 3 qitədə yerləşir. Afrika, Asiya və Avropanın qovşağında yerləşirdi. Xalqların böyük köçündə və Bizans haqqında bu xüsusiyyəti yazır. Xalqların böyük köçündə Bizans öz müstəqilini qoruyub saxlaya bilmişdi. Və onun ərazisi geniş idi, ticarət yolları üzərində yerləşirdi. Nəticədə zəngin xəzinəyə malik idi. Bu xəzinə hesabına böyük güclü ordu saxlaya bilirdi. Və bu ordu hesabına da öz sərhədlərini qoruya bilirdi Bizans. Və xalqların böyük köç zamanı Avropa xalqların, barbarların, dağıcı yürüşlərinin özünü qoruyub saxlaya bilmişdi. Bizansın paytaxtı Konstantinopol, Qızıl Körpü adlanırdı, liman rolunu oynayırdı. Böyük İpək yolu gəlirdi buradan, bu istiqamətdə, bu formada gəlirdi, keçirdi Avropadan davam edir, Böyük İpək yolu. Bizansın şəhərlər ölkəsi adlandırırlar, 1000-dən çox şəhər var. Və əsas məsələmizdə nədir? Ticarət və onunla bağlı işlər idi. İmperator hakimiyyəti, İmperator orduya rəhbərlik edirdi. Bütün qanunlar onun adına bağlıdır. Əsas məsələlərimiz hökmdarın adına bağlıdır burada. Baxaq, qızıl əsrinə baxırıq Bizansın. Qızıl əsr İmperator Justinianla bağlıdır. İmperator Justinian. 6-cı əsrdə hakimiyyətdə olmuşdu. Onun dövrü Qızıl əsr adlanırdı. Müqəddəs Sofiya məbədini inşa etdirmişdi 6-cı əsrdə. Bizansın, Justinianın hakimiyyəti dövründə onun sərhədləri genişləndi. Hansı ərazilərə keçirdi? Vandal krallığını, Oskot krallığını ələ keçirmişdi. Yəni İtaliya, İspaniya və Afrikada ərazilərə keçirdi. 532-ci ildə Bizansla Sasani arasında müqaviləmiz var idi. Geniş əraziyə malik oldu və 2 dəfəyə yaxın nə oldu? Ərazisini artırmışdı. Hətta qədim Roma imperiyasında olan qaydaları yenidən bərpa etməyə çalışırdı. Diqqətli olursunuz. Bu da nə idi? Narazı səbəb olmuşdu. Qədim Roma vergi siyasətini bərpa etməyə çalışırdı ki, bu da narazılıq səbəb olmuşdu. Hətta üsyanlar var, artıq o üsyanları burada qeyd eləmir. Keçmiş kitablarda Nika üsyanını qeyd edirdi. Slavyanların 6-cı əsrdə Bizans arası məskunlaşması ilə feodal münasibətlərin yaranması sürətləndi. Eyni zamanda xalqların böyük köçü bununla da yavaş-yavaş neyəcək? Yekunlaşmış olacaq. Justiniandan sonra, ölümündən sonra onun varislər dövründə əvvəlki gücünü qoruyub saxlaya bilmədilər və Bizans dövləti zəiflədi. Şahidlər, Bizans mövzusu qısa mövzu olmasına baxmayaraq, imtahanlarda çox müraciət edilən mövzularda da diqqətli olmaq lazımdır burada. Nəticədə Bizans zəiflədi və Justinian dövründə ki, ələ keçirilən ərazilərin demək olar ki, hamısı əldən çıxdı. Yəni, bu inkişaf qısa müddətli baş vermişdi. İnkişaf əldən düşdü, yəni inkişafdan dayandı. Ərəblərin hakimiyyəti. 7-ci əsr ərəblərin yürüşləri. Bunu biz biraz əvvəl ərəb mövzusunda dedik. Tabe edilən ərazilər haradır? Deməli, Misirdir, Suriyadır, Fələstin. Bu ərazilər Bizansın tabelindən çıxdı və keçdi ərəblərin himayəsinə. Yazıb orada. Kiçik Asiyada, sonra Balkan yarımadasında müəyyən ərazilər onların əlində qalmış oldu. Müəyyən əraziləri isə itirdilər. Ərəblər bir səbəb Konstantinopol yürüş etsələr şəhərləri tuta bilmədilər. Bu sual sizi çaşdıracaq
daha sonra çaşdırmağa çalışacaq. Yazır ki, Ərəblər dövr tərəfindən tutulan, Bizansın tutulması və ya Konstantinopola tutulması mühasirə yasaları da tuta bilməmişdilər. Necə ki, Attillanın dövründə Roma şəhərini tutmadığı kimi, tuta bilmədiyi kimi, burada da elə bir şey yoxdur. Diqqətli olaq orada. 10-cu əsrin ortalarında bu da var. Toplum sağlığı diqqətli olun. Abbasilər xilafətinin zəifləməsi ilə biraz əvvəl dedik dərsdə zəiflədi. Nəticədə bəzi ərazilər Mesopotamiyada, Suriyada, sonra Krit və Kipr əraziləri yenidən Bizansın nəzarətinə keçdi. Bizans həmin əraziləri geri almış oldu. 11-ci əsrin ortalarında feodal ara müharibələri artdı, zəiflədi. Bu xüsusilə də nə vaxtdan sonra olur? Türklərin gəlməsi, Səlcuqların gəlməsi ilə. 1071-ci ildə Malazgirt döyüşü baş verdi. Malazgirt döyüşündə Səlcuqlar Bizansı məğlub etdilər. Bizans'ı məğlub edilər və Kiçik Asiyanın böyük bir hissəsi keçdi Səlcuqlar nəzarətinə. Bu formada ifadə edir. Bunun nəticəsində ki, Anadolu həmişəlik Türk torpağına çevrilmişdi. Sonra Bizans bu hücumlardan sonra, Səlcuq hücumlarından sonra onun qarşısını ala bilmək üçün Roma papasına müraciət edir. Və bu nəticəsi nəyə gətirib çıxaracaq? Xaç yürüşlərinin başlanmasına. Yəni, xaç yürüşlərinin ortaya çıxmasının bir səbəbi nə idi? Bizansın Roma papasından kömək istəməsi idi. Nəticədə xaç yürüşləri nəticəsində Səlcuqlara dəyən zərbə nəticəsində onların Bizanslı olan yürüşləri dayanır, zəifləyir. 1204-cü ildə isə 4-cü Səlib yürüşündə, bir xaç yürüşlərində daha geniş deyəcək məsələ, Səlibçilər Konstantinopolun özünü ələ keçirdilər və bir müddət Bizansın varlığına son qoymuşdu, 1204-dən 61-ə qədər. Ən sonuncusu 1453-cü ildə 2-ci Fatih Mehmedin Konstantinopol tutması ilə Bizansın varlığına son qoyulmuş olacaq bir dəfəlik. Tamam. Səlcuq mövzumuz. Böyük Səlcuq dövrü. Bunun haqqında biz Azərbaycan tarixində də deyəcəyik. Burada da deyirik. Ona görə diqqətli olaq. Səlcuqlar yarandığı əraziyə baxışlayırlar. Baxın, hara qədər? Xəzər dənizini görürük. Xəzər dənizinin aşağısı və gördüyümüz kimi, yəni Azərbaycan ərazisi, Qafqaz, Kiçik Asiya, Malazgirt döyüşünə qədər gəlib çıxan ərazi, Suriya, Fələstin, Finikiya, yəni Mesopotamiya əraziləri var burada, İraq ərazisi, Ərəbistanın bir hissəsi görürsünüz. Sonra dediyimiz kimi İran ərazisi, İraq var. Yəni sonra İran, Mərkəzi Asiyanın bir hissəsi görürsünüz. Səlcuq imperiyasının dövrünə, ərazisinə aiddir. Sülalənin banisi 10 dəqiqə bitiririk. Sülalənin banisi Səlcuq bəydir.